Salam dəyərli mühasiblər. Bugün sizlərə qiymətdən düşmə zərərlə bağlı qısa bir izah verəcəm. Gəlin indi isə keçid edək. Qiymətdən düşmə zərərinin tapılması ümumiyyətcə bir aktivin balans dəyəri götürürük və bərpa edilə bilən dəyəri müqayisəsi aparılır. Yəni aktivin balans dəyəri ilə bərpa edilə bilən dəyər müqayisə olunacaq. Balans dəyər və bərpa edilə bilən dəyər. Bu iki dəyər müqayisəsi aparılır. Arada olan ən kiçiyi götürülür. Yəni bərpa edilə bilən dəyər balans dəyərindən kiçik olduğu halda qiymətdən düşməmiz olacaq. Yəni arada qalan fərqimiz bizim qiymətdən düşmə zərərimiz olacaq. Bəs bərpa edilə bilən dəyər necə tapılır? Bərpa edilə bilən dəyər isə satış xərcləri çıxılmaqla ədalətli dəyərlə istifadə dəyəri müqayisə aparılır. Arada olan ən böyüyü götürülür. Yəni bir aktivimizi ödəniş edib almışıqsa, bu aktivə verdiyimiz məbləği bərpa eləmək üçün iki şərtimiz var. Ya bunu satmalıyıq, ya da istifadə eləməliyik. Yəni icarəyə də verə bilərik, icarə özü də bir istifadədir. Sadəcə bu iki dəyərin müqayisəsi aparılacaq. Arada qalan ən böyüyü bərpa edilə bilən dəyərimiz olacaq bizim. Misal üzərindən baxsaq, deyək ki, bir aktivimiz var bizim. Aktivin ilkin dəyəri var. İlkin dəyərimiz olubdur 100.000. Bunun faydalı istifadə müddəti var. Faydalı istifadə müddəti 10 il olaraq qeyd edirəm. Və 2 il sonra bunun istifadə dəyəri var. İstifadə dəyəri olubdur 78.000. Ədalətli dəyərimiz 79.000 var. Satış xərclərimiz isə 6.000 satış xərclərimiz olubdur. Və buradan da baxsaq, tələb olunsa ki, bizdən qiymətdən düşmə zərəri məbləğini müəyyən edin. Biz ilk olaraq baxırıq. Satış xərcləri çıxılmaqla ədalətli dəyərimiz, yəni 79.000-dən çıxacam mən burada 6.000-i. Bu da bərabər olacaq bizdə nəyə? 73.000-ə. Bizim satış xərcləri çıxılmaqla ədalətli dəyərimiz 73.000 oldu. İstifadə dəyərimiz isə hazır rəqəm olaraq verib bizə 78.000. Və bu iki dəyərin müqayisəsi aparılır. Dedi ki, bərpa edilə bilən dəyər, bu iki dəyərin müqayisəsi aparılır. Arada olan ən böyük götürülür. Bu da 78.000 bərpa dəyərimiz olaraq tətbiq olunacaq. Ola bilər imtahan suallarında satış xərci çıxılmaqla ədalətli dəyər verilsin, istifadə dəyəri verilməsin. Yəni istifadə dəyəri burada artıq 0 olaraq götürülür. Satış xərci çıxılmaqla ədalətli dəyər bərpa dəyər kimi qiymətləndiriləcək və yaxud da istifadə dəyəri verilir. Satış xərci çıxılmaqla ədalətli dəyər verilmirsə, ora 0 olacaq. İstifadə dəyəri bərpa dəyər kimi götürüləcək bizdə. Və aktivin balans dəyərinə baxsaq. Yəni balans dəyəri necə tapılacaq? Məlum məsələdir ki, aktivin ilkin dəyəri 100.000 olubdur. Yəni 100.000-i böləcəm. Faydalı istifadə müddəti 10 ildir. 10 ilə böləndə hər ilə düşən amortisasiyamız 10.000 olaraq götürüləcək. Burada da 2 il məsələsi var. 2 il sonradırsa 10.000-i vuracam 2 ilə. Bu da bərabər olacaq bizdə 20.000. Aktivin balans dəyərinə baxsaq, yəni balans dəyəri 100.000-dən çıxıram 20.000-i. Bu da bərabər olacaq bizdə 80.000-ə. Aktivin balans dəyəri isə 80.000 oldu. Və 80.000-dən 78.000-in müqayisəsi aparılır. Gördüyümüz kimi bərpa dəyəri balans dəyərindən kiçik olduğuna görə arada qalan fərqimiz isə 2.000 qiymətdən düşmə zərər olaraq tətbiq olunacaq bizdə. İmtahan sualında ola bilsin ki, bizdən müxavirləşmə də istəyə bilər. Deyər ki, misal üçün qiymətdən düşmə zərərin müxavirləşməsini verin. Burada müxavirləşməyə baxsaq, debetdə olacaq zərər 2.000, kreditdə isə tetanı qeyd edə bilərik 2.000. Bu cür videoların davamlı olmasını istəyirsinizsə, kanalımıza abunə olmağı unutmayın və sizi maraqlandıran hər hansısa bir suallar varsa, şərh bölməsində mütləq şəkildə qeyd edin.